Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Əziz möminlər, hamınızı əzəmətli tədbirdə xoş gördük. Bildiyimiz kimi bugün İmam Əli əleyhissalamın rəşadətli qızı xanım Zəhra salamullah əleyhanın qəlbinin meyvəsi xanım Zeynəb salamullah əleyhanın mövludu münasibəti ilə başdan yamzamanaq olmaqla hamınızı səmimi qəlbdən təbrik edirəm. Xanım Zeynəb Kübra salamullah əleyha 5 yaxud 6-cı hicri qəməri ilinin Cəmadül-Əvvəl ayının 5-də Mədinədə dünyaya göz açır və 5 yaşında ikən babası Peyğəmbər Əkrəm salavatullah əbədiyyətə qovuşur. Anası xanım Fatimə Zəhra salamullah əleyha da bu dünyada Peyğəmbər Əkrəmin vəfatından sonra 75 və yaxud 95 gündən çox yaşamır. Anasından sonra onun tərbiyəsini İmam Əli əleyhissalam və qardaşları Həsənlə Hüseyn əleyhissalam öz öhdələrinə götürürlər. Xanım Zeynəb salamullah əleyha bu ailənin 3-cü övladıdır. Zeynəb sözünün 2 mənası var. Ətirli və mənzərəli ağac, bir də atasının zinəti. Xanım Zeynəb salamullah əleyhanın qardaşı İmam Hüseyn əleyhissalama məhəbbəti hədsiz olduğundan ailə həyatı qurmaq istədiyi zaman elçiliyə gələn əmisi oğlu Abdullah ibn Cəfərlə şərt kəsir ki, hər zaman İmam Hüseyn əleyhissalam səfərə çıxsa, onunla çıxmağına mane olmasın. Bu evlilikdən 4 oğul və 1 qız dünyaya gəlir. Əli, On, Abbas, Muhammed və Ümmü Gülsüm. On ilə Məhəmməd Kərbəla faciəsində şəhadətə yetirirlər. Xanım Zeynəb salamullah əleyha 35 yaşında atası İmam Əli əleyhissalam, 45 yaşında isə böyük qardaşı İmam Həsən əleyhissalam şəhadətə çatır. İmam Həsən əleyhissalamın şəhadətindən sonra 10 il qardaşı İmam Hüseyn əleyhissalamın kənarında həyatın ağır acılı hadisələrinin şahidi olur. Həyatında ağır müsibətlərlə üzləşir. Amma onun Kərbəla faciəsində öz gözü ilə şahid olduğu müsibətləri qələmlə təzəssüm etmək mümkünsüzdür. O 6 qardaş İmam Hüseyn əleyhissalam, Əbülfəzl Əbbas, Cəfər, Osman, Abdullah və 10 dağı gördü. Gözünün 2 nuru, On və Muhammed adlı 2 yeniyetmə oğlu Kərbəlada şəhid oldu. Bunlardan əlavə Əli Əkbər, Qasim və Abdullah kimi qardaşı uşaqlarının da dağına düzdü. Xanım Zeynəb salamullah əleyha qardaşlarının başlarının bədənlərindən ayrılmasını, xeymələrin yanmasını və yetim uşaqlarla zülm olunmasını, əsarət günlərinin ağır acısını da gördü. Kərbəla faciəsindən sonra xanım Zeynəb salamullah əleyha Əhl-i-Beyt əsirləri ilə birlikdə Kufəyə, oradan da Şam şəhrinə aparıldı. Bütün bu müsibətlərə görə xanım Zeynəb salamullah əleyha müsibətlər anası adlandırılmışdır. Allahdan bu dünyanın bu gün hörmətinə xatir istəyirik ki, bu dünyada o Həzrətin ziyarətini, axirətdə isə şəfaətini nəsib etsin inşallah. Əuzu billahi minəşşeytanirracim. Bismillahirrahmanirrahim. يوم يبعثهم الله جميعا فينبئهم بما عملوا أحصاه الله ونسوه والله على كل شيء شهيد ألم تر أن الله يعلم ما في السماوات وما في الأرض ما يكون من نجوى 3 إلا هو رابعهم ولا 5 إلا هو سادسهم ولا أدنى من ذلك ولا أكثر إلا هو معهم أينما كان ثم ينبئهم بما عملوا يوم القيامة إن الله بكل شيء عليم ألم تر إلى الذين نوحوا عن النجوى ثم يعودون لما نهوا عنه ويتناجون بالإثم والعدوان ومعصية الرسول
وإذا جاءوك حيوك بما لم يحيك به الله ويقولون في أنفسهم لولا يعذبنا الله بما نقول حسبهم جهنم يصلونها فبئس المصير يا أيها الذين آمنوا إذا تناجيتم فلا تتناجوا بالإثم والعدوان ومعصية الرسول وتناجوا بالبر والتقوى واتقوا الله الذي إليه تحشرون إنما النجوى من الشيطان ليحزن الذين آمنوا وليس بضارهم شيئا إلا بإذن الله وعلى الله فليتوكل المؤمنون يا أيها الذين آمنوا إذا قيل لكم تفسحوا في المجالس فافسحوا يفسح الله لكم وإذا قيل انشزوا فانشزوا يرفع الله الذين آمنوا منكم والذين أوتوا العلم درجات والله بما تعملون خبير صدق الله العلي العظيم. أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. وبه نستعين وهو خير ناصر ومعين. ثم الصلاة والسلام على سيدنا محمد. أعوذ بالله من الشيطان الرجيم. يرفع الله الذين آمنوا منكم والذين أوتوا العلم الدرجات والله بما تعملون خبير صدق الله العلي العظيم. Əsədallah əyyamakum, bəndə həm öz növbəmdə əziz Peyğəmbərimizin nəvəsi Əmir əl-Müminin və Fatimə-i Zəhra salamullah aleyhanın qəlbinin meyvəsi, Kərbəlanın qəhrəmanı və İmam Hüseyn əleyhissalamın şəhadətindən sonra risalət yükünü özlərinə götürüb ta bizim bugünkü günümüzə qədər Ağa İmam Hüseyn əleyhissalamın müsibətini bizə çatdıran Həzrəti Zeynəb salamullah aleyhanın mövludu münasibəti ilə başda İmam-ı Zaman əleyhissalam olmaqla hamınızı səmimi qəlbdən təbrik edir. Allah təbarək və tealadan arzumuz budur ki, Allah Teala bizləri həm bu dünyada həm də ahirətdə Peyğəmbərinin pak əhl-i beyti Qur'andan ayrı salmasın inşallah. Çox gözəl bir nurani məclisdə qərar tapmışıq. Çalışaq bu dəqiqələrin, bu saniyələrin qədrini bilək. Giriş olaraq istərdim bir əməli sizin xidmətinizə bəyan eləyəm. Biri də budur ki, hər kimin nə müşkülü var, nə hacəti var. Tövsiyə olunan bir əməldir. Çox asandır. Xanımın mövludunun günündən ta xanımın şəhadət gününə qədər. Hər gün sübh namazından sonra 2 rəkət hacət namazı qıl. Əs-salah, əs-salah, əs-salah. 2 rəkət hacət namazı qılan savabını hədiyyə elə xanımın ruhuna. Və onun ardıcı 69-dan da salavat zikr elə. Hər bir hacətsin 2 rəkət namaz və 69-dan da salavat. Elə ki, xanımın şəhadətinin günündə hacətin yerinə yetəndən sonra indi imkanı nəyə çatar? 69 dənə konfetə, 69 dənə meyvəyə nəyə gücün çatırsa 69 dənəsin möminlər arasında neyin? Bölüşdürün inşallah. Ümidvaram bu hacət çox təkid olunmuşdur və təcrübə də olunub və hacətlərini də inşallah alıblar. Amma baxın, bu günləri elə bir gözəl bir məclisdə qərar tapmışıq. İstərdim bu günləri o xanım Zeynəb salamullah aleyhanın elminin, məqamının üstün olması haqqında danışaq. Giriş olaraq mən bir neçə ayə toxunmaq istəyirəm. Baxın, Allah təbarək və teala həm elmə, həm də alimə böyük dəyər verir.
O alim ki öz elminə əməl eləyər. Quran-ı Kərimdə bir ayəni sizə xatırladım. Allah Teala Mücadilə surasının 11-ci ayəsində belə buyurur. Buyurur: "Yerfa'illahul-ledine amanu minkum." Sizlərdən olan kəslər ki iman gətiriblər, "Vellezine utul ilmə dərəcət." Allah təbarək və Teala ki o kəslərə elm verib, onların məqamı neyniyər? Yüksəldər. "Vallahu bima ta'malun xabir." Allah Teala sizin etdiklərinizdən xəbərdardır. Xanım Zeynəb salamullah aleyhanın haqqında nə buyurulur? İmam Səccad ağa zamanəsinin imamı xanım Zeynəb haqqında nə buyurur? Buyurur: "Əmmə enti muallimetun gayri mutallima." Sən bir dənə müəlliməsən, amma sənin müəllimin yoxdur. Sənin müəllimin kimdir? Sənin müəllimin peyğəmbərdir. Sənin müəllimin Əlidir. Sənin müəllimin Fatimə Zəhra salamullah aleyhadır. Və onlardan sonra İmam Həsən, İmam Hüseyn və İmam Səccad əleyhissalam. Və ondan əlavə xanım Zeynəb salamullah aleyha bu ki Əqilə-i Bəni Haşim. Haşimlərin ağıllısı. Çünki bizim dinimiz, şəriətimiz, Qur'anı kimsin nazil olub? Ağıl sahibləri üçün. Qur'an-ı Kərimə baxın. Qur'anın məntiqinə əsasən buyurur ki, biz sizə bu kitabı göndərdik, ağıl sahibləri bir dənə ibrət dərsidir. Bu nəsiyyət ağıl sahibləri bir dənə nəsiyyət almaq üçündür. Hazreti Zeynəb salamullah aleyhanın məqamı, elmi məqamı o qədər üstündür ki, xanım Zeynəb part arxasında oturmayıb. Kimdənsə dərs almayıb. Onun dərs aldığı, ona deyirlər elmi lədunni ki Allahın yanındadır. O Allah müteal o miqdarda ki peyğəmbərə öyrədib, peyğəmbərdən sonra Əli, Fatimə və ta gəlib çatıb bunlara. Hazreti Zeynəb salamullah aleyha bu ailədə dünyaya göz açıb. Yəni ailə mənəvi bir ailədir. Ata möminlərin əmiri, ana iki dünya evinin xanımlar xanımı, baba peyğəmbər, nənə xanım Xədicə salamullah aleyha. Baxın görün hansı bir mühitdir. Hazreti Zeynəb hansı mühitdə boya başa çatıb. O ki əvvəldə qeyd olundu ki, Hazreti Zeynəb salamullah aleyha dünyaya gələndə Hazreti Əmir Əl-Möminin ya Ali bu uşağa ad qoy. Dedi mən peyğəmbərdən qabağa keçə bilmərəm mən. Peyğəmbər gələ, peyğəmbər də səfərdədir. Peyğəmbər səfərdən qayıdandan sonra soruşdu bu uşağın adı nədir? Dedi ya Rasulullah gəl biz sizdən qabağa keçə bilərik. Peyğəmbər ki əgər siz məndən qabağa keçməlisiniz, mən gözləyirəm Allahın vəhyin. Cəbrail əleyhissalam nazil oldu. Ya Rasul Allah sənə salam göndərib bu uşağın adını qoy Zeynəb. Peyğəmbər orada tövsiyə elədi. Buyurdu ki bu uşağın misalı xanım Xədicənin misalına oxşayır. Yəni bu uşağın hörmətini saxlayın. Və bu uşağın hörməti məqamı o qədər üstünü bunu qoruyun. Ona dedilər Ummul Məsaib. Niyə dedilər müsibətlər anası? Bütün müsibətləri görüb. Peyğəmbər salavatının rehlətini görüb. Həzrəti Zəhra salamullah aleyhanın evinə hücum oldu, onu görüb. Qardaşı İmam Həsənin zəhərləməsini görüb və sonuncu yadigar Əmir Əl-Möminin başına qılınc dayıb onu görüb və sonuncu yadigar İmam Hüseyn sonu Kərbəladaydı. Məqam görün nə qədər üstündür. Balaca bir məqam deyil ha. Həzrəti İmam Hüseyn əleyhissalam xeymələrdən ayrılanda nə buyurur? Buyurur ki Zeynəb sən həm mənim tərəfimdən həm də mənim ailəmin tərəfindən bir dənə vəkilsən. İndi baxın, Allah təbarək və Teala bu xanıma o qədər elm verib, o qədər müsibət görən bir xanım İbn Ziyadın sarayında, lənətullah aleyh, Yezid Məlunun sarayında nə cür xütbə söyləyir? Bu xütbənin misli bərabəri yoxdur. Baxın, Həzrəti Zeynəb salamullah aleyha fəsahat və bəlağatda Əmir Əl-Mömini oxşayır. Hətta Əmir Əl-Möminin ki xilafət dövrü 3 il 9 ay olub, 4 ilə yaxın olub, Həzrəti Zeynəb salamullah aleyha Əmir Əl-Möminin o xilafət dövrü ki Kufədəydi, Kufada qadınlara təfsir dərsi keçirdi. Əgər bir kəs Zeynəbi görməsəydi, deyərlər Əli xütbəsi edir. Görün, bayan nə qədər üstündür ya. Əmir Əl-Möminin xütbəsi nə həddadır? Həzrəti Zeynəb xütbə söyləyəndə deyərlər ki, Əli xütbə söyləyir. İkinci ayə baxın. Allah təbarək və Teala bu ki Zümər surasının 9-cu ayəsində buyurur ki, Qul həl yəstəvillədinə ya'ləmunə vəllədinə la ya'ləmun. Quran-ı Kərimdə gözəl məntiqlə danışır. Buyurur, denən ey Peyğəmbər, bilənlə bilməyən eynidir. Quran bu təbirdən istifadə eləyir. Zülmətlə nur birdir, xeyr. Bilənlə bilməyən eynidir, xeyr. Görənlə görməyən eynidir, xeyr. Buyurur ki, vəllədinə la ya'ləmunə innəmə yətəzəkkəru ulul əlbab. Buyurur ki, bilənlə bilməyən eyni deyil. Buyurur ki, bu nəsiyyət alanlar üçün, ağıl sahibləri üçün bir dənə nədir? Nəsiyyətdir. Bu ayə bizə nəyi başa salır?
Bu ayədə Allah təbarək və təala bizə başa salır ki, insanı cəhalət və nadanlığın quyusundan çıxardan həmin elmdir. O qədər mərifətdir ki, insan elmin dalınca gedir. Peyğəmbər sallallahu buyurur ki, elmin dalınca gedin, hətta elm Çində olsa belə. Bütün müsəlman kişi və qadınlara elm vacibdir. Amma baxın görün nə edirlər? Yavaş-yavaş gələcək nəsilləri savadsızlığa doğru aparırlar. Elə bir dərs vəsaiti kimi təyin olunur ki, artıq insanlar elmə doğru həvəslənmək əvəzinə elmdən uzaqlaşırlar. Deyir, məndən qabaqdakılar gedib oxuyublar, neyniyiblər? Bazarda ya fəhlə işləyir, ya ticarətlə məşğul olur. Mən gedim elm oxusam necə olacaq? Baxın, gələcək nəsilləri bu cür süst eləməyə çalışırlar. Yəni, baxın, insanlara hakim olmağın yollarından biri nədir? İnsanları maddi baxımdan sıx, bu bir. İkincisi, onlara hakim kəsilmək istəsə, onların elmin əlindən al. Elmin əlindən alandan sonra artıq o insan dərk edə bilməzə. Dərk edə bilməsə, biganələr gəlib onlara hakim olacaq. Bütün insan elmli insanı aldatmaq olmaz. Amma avam insanı aldatmaq olar. Həmişə də çalışırlar ki, gələcək nəsilləri savadsız eləsinlər. Ona görə çalışın evlatlarınızın üzərində işləyin ki, onlar elmli olsunlar. Elm üçün bütün qapılar açıqdır. Dünyəvi elmlər olsun, dini elmlər olsun. Çalışmaq lazımdır ki, bu elmlərimizin qədrini bilək. Yəni Allah təbarək və təala bu ayədə bizə bunu buyurur. Yəni istəyirsən o qaranlıqların içərisində nicat tapasan, həmin budur ki, bu elmlə məşğul olasan. Ya başqa bir ayədə Taha surəsinin 114-cü ayəsində Allah belə buyurur. Və qul Rabbi zidni elmən. Deyən ey Peyğəmbər. Həmişə bunu duada deyin. Həmişə namazın qunutunda deyin. Rabbi zidni elmən. İlahi mənim elmimi artır. Mənim etiqadımı gücləndir. Mənim dərrakəmi gücləndir. Mənim təfəkkürümü artır. Mən gedən hadisələri düzgün şəkildə analiz edib, təhlil edib, nəticə çıxarmaqla mənə əta elə. Çox insan təhlil edə bilmir. Gedən hadisələri düzgün analiz edə bilmir. Ona görə düşür kimlərə? Bugünkü günün o yalancı mediaları bunu allada bilir. Hər 2 dənə, 3 dənə xəbər bunu allada bilər. Bəs istəmirik ki, bu yalancı mediaların, o yalancı xəbərlərin o təsirinə düşək, ondan çıxmadan ötürü özün təhlil elə, özün araşdırma apar. Belə olduğu halda Allah da sənin qapını açacaq. Baxın, Həzrəti Zeynəb salamullah əleyha həmin bu məktəbdə dərs alıb. Bu məktəbdə dərs alır ki, o xanım Zeynəbin xutbələrinə baxsın, dərya qədər Quran ayəsinə işarə vurur, əqli dəlillər gətirir, sübut edir ona. Təsəvvür eləyin, xanım Zeynəb bir iş görür ki, Əməvi sülaləsinin sütunlarını tərpədir. Muaviyə ki, gecə-gündüz hiylə ilə, fitnəkarlıqla, hər bir şeylə çalışmışdı ki, o öz hakimiyyətini qorusun, saxlasın. Amma Yezidin 3 il hakimiyyət dövründə şərab içən, qumar oynayan, əxlaqsa bütün işlər eləyənlər başladı Muaviyyənin o cür çəkdiyi öz zamanında, öz işi ki, nə qədər zəhmət çəkmişdi, hamısını bada verdi. Niyə? Çünki Muaviyyə həmin o Yezidin gördüyü işləri gizlində eləyərdi. Zahirdə özünü insanlara bir xütbə söyləyən, bir namaz qılan, cümə namazı qılan kimi göstərirdi. Amma qıraqda bütün cinayətlər edirdi. Yezid isə tam şəkildə əksinə. Çünki o nə əhli ibadət idi, nə dinə etiqadı var. Heç bir dinin etiqadlarına rəyi olmayıb, dini etiqadları qəbul eləmir. Belə olduğu halda bu özü, yəni öz istədiyi kimi öz rəyinə uyğun hərəkət edir və insanlar da birbaşa uçurma apardı. Amma xanım Zeynəb salamlar nə iş gördü? Təsəvvür elə o qədər müsibət görən, birinin başına məsələn bir dənə müsibət gələndə, narahatçılıq yaranda, uşaq xəstə olanda, bir şey olanda, insanın bütün işləri dəyir bir-birinə, narahat olur. Üstündə qəm deyir, vallahi yatmamışam səhərə qədər, uşaq xəstədir. Amma Həzrəti Zeynəb salamullah əleyhə necə qadın idi bu? Bu qədər müsibət görmüsən sən. O qədər müsibət görməyə taqəti var. İndi baxın xanımın ibadətinə. Xanım Zeynəb salamullah əleyhə ibadətinə gələndə Aşuranın günündə xanımın gecə namazı tətil olunmur. Allahu Ekber, gecə namazı. İmam Səccad ağa buyurur ki, gördüm bibim Zeynəb oturan halda namaz qılır. Bibi Zeynəb, niyə oturan halda qılırsan? Deyir, taqətim yoxdur ayaqda qalmağa. Amma nafilə namazları, müstəhəbi namazlar tərk olunur. Yəni baxın, o müsibət ki gəlib ona, zahiri müsibət ürəyi parçalayır. Ürəyi yandırır, qəlbini alovlandırır. Amma üçün Allah mütəalın qarşısında olduğuna görə o müsibətlərə artıq rahatlaşır o. İnsanın baxın həqiqi imanı orada yoxlanacaq. Müsibətlərlə üzbəyiz olanda o insanın imanı yoxlayır ki, Allaha təvəkkül eləsin. Allaha səbirli olmağı, dözümlü olmağı insanı bütün çətinliklərin içindən çıxardacaq. Amma insan dözümsüz olmasa, səbirsiz olsa, hələ ondan başqa problemlər qarşısına çıxacaq. Amma səbirlə, təmkinlə, möhkəm iradə ilə gözlü Allahın əmirlərinə tabi olur və bu işləri yerinə getirir. Həzrət Əli əleyhissalam görün nə buyurur? Buyurur ki, elm hökmüdar,
mal isə onun quludur. Ardıca görün nə buyurur? Buyurur ki, elmin gücü budur ki, insanı idarə edir. Amma mal nədir? İnsan malı idarə edir. Əgər insanın elmi olmaya, o maldan çox vaxtı düzgün şəkildə istifadə edə bilmir. Amma elmi olsa, çünki elm bu insanı idarə edir, bilir mənim əlimdə olan maldan necə istifadə edir. Birinci növbədə buna diqqət elə, halal yolla pul qazanam. Ondan əlavə, pulumu harada sərf eləyəm? Allah bəyənən yerdə, Allahın istədiyi yerdə, Allahın mənə icazə verdiyi yerdə, Allahın icazə vermədiyi yerdə istifadə eləməyəm. Ələl-Əsən çox gözəl buyurur. Buyurur ki, insanların ən alimi kimdir? Buyurur ki, insanların ən alimi insanlara elm verməklə bərabər özü də o elmin içinə daxil olsun. Yəni nə? Alimi bəmal olsun. Əgər bir insanın elmi ola, əməli olmaya, onun elmi bir fayda verməz. Düzdür, mümkündür başqaları fayda aparar. Amma özü faydalana bilməz. Quran-ı Kərimdə bir ayə var. Allah Müteal belə buyurur. Deyir ki, o kəslərdən olmayın ki, qiyamətin günündə onları özləri həsrət çəkər, cəhənnəm əhli olarlar. Amma onların hidayət elədikləri cənnət əhli olarlar. O deyirsə, ilahi Pərver, mən bunlara hidayət eləmişəm, mən bunlara dərs vermişəm, mən bunlara moizə eləmişəm. Mən deyir, çünki sən dediyinə əməl eləmədin, sənin yerin cəhənnəmdir. Amma onlarsa sənin dedikləri və eşitdilər, əməl edirlər. Onların yeri isə behişdir, deyir, o kəslərdən olmayın. Xanım Zeynəb salamullah əleyha bu Kərbala müsibətinin bugünkü günə qədər yaşamasının əsas rolunu oynayıb. Baxın, Quran-ı Kərimdə bir ayəni sizə xatırladım. Allah Teala Ali-İmran surəsinin 104-cü ayəsində görünə buyurur. Buyurur: "Vel takum minkum ummeten yad'una ilal xeyr." Buyurur ki, gərək sizin aranızda olan şəxslər xeyir işlərə dəvət etsin. Yad'una ilal xeyr və ya'muruna bil ma'ruf, yaxşı işlərə əmr eləsinlər və yanhauna anil munkar, pis işlərdən çəkindirsinlər və ulaikə humul muflihun. Onlar nicat tapanlardılar. Baxın, əmr və mərufə gələndə və nəhyaz münkara gələndə bu firudun maddəsidir. Bunun iki dənə yolu var. Bir, ümumi şəkildə var əmr və məruf, yaxşı işlərə dəvət, bir də var xüsusi. Ümumi şəkildə nədir? Ümumi şəkildə hər bir kəs tutum həcminin bərabərində, dərkinin bərabərində, başa düşdüyünün həddində o miqdarda əmr və məruf eləməlidir. Amma elmi çatmadığı bir şeye daxil olmasın. Amma ikincisi isə xüsusi, kimlərə aiddir? O adamlardır ki, doğrudan bu sahədə artıq bunlar araşdırma aparırlar. Baxın, bir də sadə bir misal deyim. Yəni, bir insan oturub rol arxasında maşını idarə edir. Gəlir bir dənə yerdə yol hərəkəti qaydalarını pozur. Burada iki dənə şey gəlib. Biri sürücülər tərəfindən gəlir ki, niyə yol hərəkəti qaydalarını pozursan, digərlərinə mane olsa, ikinci yol polisi tərəfindən onu cəzalandırmaqla. Baxın, yəni biri budur. Yəni ikisi olmalıdır. Görürsən ki, məsələn bir nəfər günah edir cəmiyyətin gözünün qabağında, gərək ictimai qınaq olmalı ki, bu çəkinməlidir. İctimai qınaq olmasa o davam elətdirəcək. İndi görün arıca nə boyda faciələr baş verəcək. Ona da misal çəkdim sürücünü ki, yəni yol hərəkəti qaydalarını pozanda digər sürücülər də ona deyirlər etirazını niyə belə edirsən? Bəlkə digərisi mane yaratsansa, o cümlədən yol polis tərəfə. Belə olsalar bütün qaydasına düşər. Amma xanım Zeynəb salamullah əleyha, baxın öz həyatında bu işləri tətil edib qətiyyən. Xanım Zeynəb bu işlərə davam elətdirib. Digər bir dənə bəhsimiz var. İslamda qadının qiyməti. Baxın, İslamda qadının qiyməti var, ləyaqəti var. Niyə? İslamdan qabaq qadının heç bir dəyər və qiyməti yox idi. İslam gələndən sonra qadına dəyər verdi, qadına qiymət verdi. O cümlədən qadın üçün vəzifə təyin elədi, kişi üçün də vəzifə təyin elədi. Və buyurdu ki, hər bir kişi, hər bir qadının özünə uyğun hüquqları var, vəzifələri var. Bir-birlərinin hüquqlarına və vəzifələrinə nə etsinlər? Riayət eləsinlər. Bir ayəni sizə xatırladım. Diqqətlə qulaq asın bu ayəyə. Allah Teala Tövbə surəsinin 71-ci ayəsində görün nə buyurur? Buyurur: "Vel mu'minine vel mu'minat ba'duhum awliya ba'd." Diqqət edin bu ayəyə. Mömin kişilər və möminə qadınlar bir-birlərinin dostları, yardımçıları və rəhbərlərdir. Mömin möminin yanında olmalıdır. Mömin möminə köməklik eləməlidir. Mömin möminin maddi və mənəvi müşkillərini həll eləməlidir. Mömin möminlərin içində aramlıq tapmalıdır. Nəinki mömin cəmiyyətində o mömin təcrid oluna, onlardan xaric ola. Amma ondan sonra o mömin içi deyəsən ki, yaxşı bu möminin müşkillərini kim həll eləyəcək? O getsin mömin fasıq cəmiyyətə müraciət etsin. Yox. Mömin cəmiyyətində onun problemləri həll olunmalı ki, digərlərinə müraciət eləməsin. Qoy möminlər onun problemini həll eləsinlər. Sonra ayənin ardından görün nə buyurur? Sən xüsusiyyət sayır. Buyurur ki, ya'muruna bil ma'ruf. Yaxşı işlərə dəvət elə. Bunların xüsusiyyətləri biri budur. 2. Və yanhauna anil munkar.
Onlar pis işlərdən çəkindirərlər. 3. Və yuqimunas salat. Namazı bərpa edərlər, namazı qiyam edərlər. Yəni namazı bir var, qılmaq var, bir də namazı bərpa etmək var. Ətrafındakiləri da namaza gətir. Sən əgər bir yerdə çalışırsan, bir yerdə işləyirsən, baxıb görüb ətrafındakilər bir namaz qılmırlar. Bəs onda sən məsuliyyət daşıyırsan, Allah sənə sual verəcək. Ey filanə, niyə filan kəsə namazı demirdin? Məgər namazda nə çətinliyi vardı? Bunu sən dinə. Ondan sonra buyurur ki, və yutuna zakat, zakat verərlər və sonra buyurur ki, və yutina və yuti'un Allah və Rasulullah. Allah və onun peyğəmbərinin itaat edirlər. Ulaikə səyərhamuhumullah innallaha azizun hakim. Həqiqətən Allah Taala qudrət sahibi və hikmətlidir. İndi baxın bu ayənin 67, həmin Tövbə surasının 67-ci ayəsində xitab olunur münafiqlərə. Baxın bir dənə oxşarlığa. Bu ayədədir ki, mömin kişilər və möminə qadınlar bir-birlərinin dostlarıdırlar, yardımçıdırlar və rəhbərdirlər. Amma münafiqlər haqqında bunu demir. Deyir, münafiqlər istər kişi olsun, istər qədər, onlar bir-birlərindəndir. Fərqlər nədədir bunlar? Diqqətlə qulaq asın. Niyə fərqlər buradadır? Çünki münafiq digərləri ilə onun dostluqları çox vaxt maddi maraqlarına görə olur. Şəxsi ambisiyalarına görə olur. Şəxsi bir gün səndən ehtiyacı var, sənin yanındadır. Sonra səndən işi yoxdur, səni qoyur keçir kənara. Bu möminlik əlamətidir. Amma mömin belə deyir. İstəyir qarşısındakı varlı olsun, istər kasıb olsun. Əqidəsi möhkəm olan qarşı tərəfə baxmır. Onun pulu var ya yoxdur, varı var ya yoxdur. Çünki mən ondan əqidə dostluğuyam. Əqidə dostluğu çox mühümdür. Bir kəslə deyir əqidəvi dost ol. Amma dünyaya xatir dost olarsan, birinin pulu var, birinin maşını var, imkanı var, şəraiti var, sən ona dostluq etsən. Ona salam verəndə başqalarına verdiyin salamdan da artıq verirsən. Bu insanın hökmü riyakardır. Bak Kur'an ne güzel beyan ediyor. Yani münafik kişi ve kadınlar birbirlerindendiler. Çünkü onlar zahirin maraqlarına göre yaşayırlar. Hatta Kur'an başka bir ayesinde var ki buyuruyor ki güman edirsən onlar bir yerdədirlər, amma onların qəlbləri dağınıqdır. Müəyyən bir zaman keçsə onlar bir-birinə ayrılacaqlar. Həzrət Zeynəb salamullahi aleyha həmin bu cəmiyyətdə bu insanların düzgün şəkildə formalaşması, düzgün şəkildə yol tapmasını bizə başa saldı. Bizə başa saldı ki, qadının cəmiyyəti nə kimi rolu var? Qadının cəmiyyətdə çox böyük rolu var. Amma sadəcə bir dənə tarixə baxın. Baxın Fironun həyat yoldaşı Asiyə salamullah. Əri Allahlıq iddiasına amma özü isə beyiş xanımlardan biridir. Xanım Xədicə salamullah. Məryəm salamullah. Həzrəti Zəhra salamullah. Həzrəti Zeynəb salamullah. Xanım Fatimə Məsumə və digər bu xanımlar. Nə qədər İslamda bunlar zəhmət çəkiblər. Baxın, qadınların da özünün hüququ var. O deməkdir ki, qadındır fəqət məsələn bunun yeri aşpazxanadır. Fəqət yemək bişirməlidir. Bu paltar yumalıdır. Bunun başqa hüququ yoxdur. Yox, o cahiliyyət dövründə idi ki, qadınların hüquqlarını əllərindən almışlar. Onları aşağı təbəqədə görürdülər. Amma İslam gəldi, qadına dəyər verdi, qiymət verdi. Cahiliyyət dövründə özü də bilirsiniz tarixdə var. Qız uşaqlarını diri-diri bastırdı. Qızın dəyəri qiyməti yox idi. Deyir, qız ki anadan oldu, qız evə nəs gətirər. Amma din gəldi. Nə qədər hədislərimiz var. Bir kəsə Allah Teala 2 dənə qız verdi, bu qədər sağ 3 dənə qız verdi. Allah rəhmət qapılarını. Xoş o insanın Allah ki onun evində qız uşaqları var. Bakın İslam geldi neyi başa saldı? İslam geldi başa saldı ki kadının değerin. Hazreti Zəhra salamullah aleyhanı peyğəmbərə əta eləməklə başa saldı ki kadının değer qiyməti var. Onlar ki sana deyirlər ki bu kadının qiyməti yoxdur. Sana deyirlər sən sonsuzsan. Allah Teala Hazreti Zəhranı atırır. Sen sonsuz dörsən. Senin nəslin devam edəcək. Hazreti Zəhranın olsa sen nəslin devam edəcək. Bu günləri məyəm Seyitlər Hazreti Zəhranın balaları deyirlər. Bütün dünyada yayılmıyorlar. Yani Hazreti Zeynep salamullah aleyha Yezidin sarayında o mətanətli, o dəyanətli çıxışı ilə Yezidi rüsvay elədi. Özünə mənəm deyənin burnunu torpağa sürtdü. Təkəbbürlü eləyənin burnunu yerə sonra torpağa sürtdü ki, Hazreti Zeynep tanıtdı ki, kimdir bu? Və Şam əhli tanımırdılar Zeynep kimdir. Şam əhli bunu tanıdılar ki, bu Əli qızı Zeynep'dir. Sen kimi öldürmüsən? Ali'nin oğlu Hüseyin ibn Ali'di. Tanımırdılar. Ne Ali İslam'ı tanırlar, ne İmam Hasan'ı, ne İmam Hüseyin. Niye hamısı Muaviye'nin təbliğatı? Bu günlərdə düşmənin əsas məqsədi bizlə Əhl-i Beyt arasında fasilə salmaqdan ötürü proqramları var. Daima bizim gələcək nəsillərimiz tanımasınlar. Peyğəmbər kimdir? Həzrət Əli İslam kimdir? Fatimə Zəhra kimdir? Zeynəb kimdir? Baxın, bu məclislər bizə köməklik edir ki, bizim gələcək nəsillərimiz başa düşsünlər ki, bunlar kimlərdilər. Qoy bizim balalarımız, evlatlarımız, nəslimiz, tayfamız hamısı Əhl-i Beytin yolunca. Əhl-i Beytin yolunu tutsalar, xoş sizin halınıza. Hətta biz dünyamızı dəyişəndən sonra, bizdən sonra gələn nəsillərin onların elədiyi, gördüyü
gördüyü işlər, rəftarları bizlər üçün savab yazar. Vay o gündən ki, biz öz evlatlarımıza düzgün yol göstərməyək, istiqamət verməyək, Əhl-i Beyti tanıtdırmayaq, Qur'anı tanıtdırmayaq və onlar şeytan ordusunun davamçıları olsunlar. Şeytan ordusunun davamçıları olsalar, siz hətta özünüz bu dünyada yaxşı əməl sahibi olmusunuz. Amma evlatlarınıza düzgün istiqamət verməmisinizsə, bilin ki, evlatlarınıza görə siz məsuliyyət daşıyacaqsınız. Quran nə buyurur? Vəqifuhum innəhum məsulun. Saxlayın, onların hamısının məsuliyyəti var. Ona görə bugünkü gün Həzrəti Zeynəb salamullahi aleyhanın ki, bu gözəl əzəmətli məclisinə cəm oldu. Ümidvarıq Allah təbarək və teala o xanımın ehtiramı xatırı tamam günahlarımızın üstünə qələmi əfv çəksin. İnnə əhsənəl hədis və əbləğəl muizə kitabullah azza və cəl və salamu aleykum və rəhmətullahi və bərəkatuhu. Keserdi sanki Ali zülfüqarıdır Zeynep. Keserdi sanki Ali zülfüqarıdır Zeynep. Hünerde nitq-i Hüseyin'in şuarıdır Zeynep. Kaderde misli Hasan gəm və tarıdır Zeynep. Değerli yedi semadan yuxarıdır Zeynep. Ali şərafəti Zəhra qarıdır Zeynep. Müqərrər əhdə, müqərrər vəfanı göstərdi. Müqərrər əhdə, müqərrər vəfanı göstərdi. Müqəssər oldu, sərasər səfanı göstərdi. Mükəddər olmağa ərzi əzanı göstərdi. O Kərbəlada əsl Kərbəlanı göstərdi. Diyar-ı qəmdə olan qəm diyarıdır Zeynep. Yaralı sinəsi udmuş nə qədər fəryadi, Dəha fəsinəsi dəryada od tutan vadi, Vəfa mədinəsi eşqin dəyişməyən adi, Zəkat xəzinəsi nitqin müfəssər ustadi, Bəla dəfinəsi sirrin mezarıdır Zeynep. Bütün əzizlərini dünyaya imtihan etmiş, mübarək izləri soldan cavidan etmiş, alovlu sözləri ədnan-ı bağrıqan etmiş, yağışlı gözləri səhranı gülsütan etmiş, payızda başlayan eşqin baharıdır Zeynep. Payızda başlayan eşqin baharıdır Zeynep. Yetəndə məqtələ Zeynəb ucaltdı əfqani, alıb ucağına yerdən şəhidani, əlində canı həyatə, əlində canı nəhayət çağırdı canani, dedi qəbul elə bizdən xuda bu qurbanı, sübuta yetdi kimin yadigarıdır Zeynəb, sübuta yetdi kimin yadigarıdır Zeynəb. Allah bir Allahümme salli ala Muhammed Ali'nin evinde bir güneş doğdu. Ali'nin evinde bir güneş doğdu. Hazreti Alime anadan oldu. Babası peygamber müjde buyurdu. Hoş geldin dünyaya Hazreti Zeynep. Tarihe büyük iz koyupsan hanım. Tarihe büyük iz koyupsan hanım. Sana kurban olsun günahkar canım. Gelmişem meclise etrini hanım. Hoş geldin dünyaya Hazreti Zeynep. Hazreti Zehra'nın ciğer faresi, atası Ali'nin ürək yarəsi, Allah Resulü'nün gözünün qarəsi. Hoş geldin dünyaya Hazreti Zeynep. Kərbala çölünün qəm qəhrəmanı, Kərbala çölünün qəm qəhrəmanı, yaşattın nitqinlə dini İslamı, Şiiyələrin sənə olsun salamı. Hoş geldin dünyaya Hazreti Zeynep. عالم امر صفایی مادری حسن و حیاتی آد زینب روحی حیدر دختر خیر و نساتی پیغمبر سجلی حسین بلبلی دیگر زینبی زهرا أبيرة الأنام مدد يا زينب
Kafana eşkıyaydın, hak gibi dünyada aldın. Kufa ve Şam'i ki cezdin, tahtiden Yazid'i saldın. Dedin ben Zeynep'e, Hüseyin'e koharım, müridi mektebini, Ali'yi Heyder'e, Agiretul Arab, meded ya Zeynep, Agiretul Arab ya meded. Perçemi Abbas elinden eyledin ispat eşki, elemi öptün elinle nesp edip sensun Demeşk'e. Kolunda kudretin, eli tek gayretin, anan Zehra kimi, dilinde sohbetin. أميلة على مدد يا زينب أميلة